Başlayaq funksiyanın 4-cü bölməsinə. Tək və cüt funksiya, artan və azalan funksiya, dövrü funksiya. Birinci suala baxıram. Bütün ədəd oxunda azalan fx funksiyası qiymətləri hansı ən kiçikdir? Əgər funksiya azalan funksiyadırsa, bunu tərs mütənasibliyi üçün baxırıq. Yəni böyük qiymət kiçik olur. F9 olacaq B variantı. Azalan olduğu üçün böyük olan kiçik olacaq. İkinci suala baxıram. Bütün ədəd oxunda artan fx funksiyasının qiymətləri hansı ən böyükdür? Artan funksiyası deməli elə ən böyük qiyməti ən böyük olacaq. Olacaq F9, yenə E variantı 2-də. Üçüncü sualda hansı funksiya azalandır? Baxırıq burada da əmsallarla. Deməli, azalan olması üçün birinci artandır, ikinci artan, üçüncü C-də artandır. D variantına azalandır, əmsal mənfi olduğu üçün. Baxıram 4-cü suala. 4-cü sualda deyir hansı funksiya azalandır? Yenə artandır, artandır, artandır. Y-də artandır, D variantı olacaq azalan. 5-ci suala baxıram. Funksiya hansı nə təkdir, nə cütdür? A variantı tək funksiyadır, Y variantı təkdir. C variantını yoxlasam, n bərabərdir x vurulsun modul x-dir və burada bir dəfə mənfi x qoysaq, f mənfi x bərabərdir. Mənfi x vur modul mənfi x, bu deyir mənfi x vur modul x-dir, mənfi odur deyə x olur. Buradan baxsaq ki, əvvəl x vur x şəklində, yəni mənfi x vur modul x şəklindədir. Baxırıq ki, bu da tək funksiyadır. Deməli, bu da təkdir. Kök altını yoxlayaq. Y bərabərdir x kvadratı çıx 1 funksiyasını f mənfi x-i yoxlasam, kök altda mənfi x-in kvadratı çıx 1. Bu da kök altda x kvadratı çıx 1 eləyir. Baxırıq ki, heç nə dəyişmədi. Əvvəl necə idi? Funksiya yenə eyni qaldı. Deməli, bu da cüt funksiyadır. D bəndinə baxsaq, y bərabərdir x çıx 1-in kvadratı. Bunu açanda x-in kvadratı çıx 2x plus 1. Buradan baxırıq ki, x kvadratı cüt funksiyadır. 1 də cütdür və mənfi 2x də təkdir. Təklə cütün də cəmi nə təkdir, nə cüt. Deməli, olacaq D variantı. 6-cı suala baxıram. 6-cı sualda da funksiya hansı tək funksiyadır? Baxıram ki, buradan A variantı cüt funksiyadır. Bu getdi. D variantına baxsaq təkdir. Mənfi 1 də cütdür. Bu da getdi. Nə tək, nə cütdür. X kubu təkdir. 1 də cütdür. Cəmi də nə tək, nə cüt olur. C variantında x təkdir. Mənfi 3 cütdür. Ona görə bu da nə tək, nə cüt olur və bunu bayaq yoxlamışdıq. Elə tək funksiyadır. Keçirəm 7-ci suala. Deyir, hansı cüt funksiyadır? Modul x cütdür, çünki mənfini qoyanda yenə elə modul x olur. B təkdir. C x kvadratı cütdür. X təkdir, ona görə bu nə tək, nə cüt olur. E təkdir. D variantının x kvadratı cütdür. Üstə də x təkdir, yəni nə tək, nə cüt olur. A variantı oldu. Keçirəm 8-ci suala. Funksiya hansı bütün ədəd oxunda azalandır? Azalan olması üçün baxırıq. Burada bir dənə baxıram x kubuna. Yəni kvadratik funksiya artıb azalandı. Ona görə bunlara baxmırıq. Baxıram A və D-yə, tək funksiya. X kubu funksiyasının qrafiki bu şəkildədir. Demək, x kubu funksiyasının qrafiki bu şəkildədir. Yəni bu mənfi sonsuzluqdan sıfıra qədər daha doğrusu mənfi sonsuz müsbət sonsuzluq aralığında artandı. Mənfi sonsuzluq müsbət sonsuzluğa artandı. Baxırıq ki, mənfidən başlayır, müsbətə doğru gedir. Mənfi x kubun qrafiki də bu şəkildədir. Bu da mənfi x kubun qrafikidir. Mənfi x kubun qrafikidə baxırıq ki, yuxarıdan aşağıya doğru gəlir, yəni azalır. Bütün ədəd oxunda azalır. Ona görə, məsələn, x kubu funksiyası bütün ədəd oxunda artandır. Mənfi x kubu funksiyası bütün ədəd oxunda azalandır. Bizə deyək, bütün ədəd oxunda azalandı, hansı olacaq? A variantı. Mənfi x kubu plus 5. D variantı bütün ədəd oxunda artan olur. Baxıram 9-cu suala. 9-cu sualda funksiya hansı bütün ədəd oxunda artandır? Bütün ədəd oxunda artan götürmək üçün, deməli, biz kub funksiyasına baxmalıyıq. Olacaq x kubu plus 5. 10-cu sual deyir ki, qrafiklə verilmiş funksiya hansı tək funksiyadır? Tək funksiya baxırıq C variantı, y bərabərli mənfi x funksiyası tək funksiyadır. Sonra 11-ci suala baxıram. Qrafiklə verilmiş funksiya hansı cüt funksiyadır? Deməli, cüt funksiyası olması üçün modul x funksiyasını götürürük. 12-ci sualda deyib, bütün ədəd oxunda artan fx funksiyasının hansı ən böyükdür? Artandırsa, deməli, böyük qiyməti götürməliyik. Artan olanda bunu müsbət kimi düşünürük də. Böyük olan elə böyük olur. Burada da baxırıq ən böyüyü. Deməli, 8 böl 3 olacaq. Yəni, 2 tam nə qədər eləyir. 13-cü suala baxıram, bütün ədəd oxunda azalan fx funksiyasının hansı ən böyükdür? Azalan funksiyanı mənfi kimi düşünək. Mənfilərdən hansı ən böyük olur? Daha kiçik olan. Burada nə ən kiçik olan? 5-də 1 olur da. C variantı olacaq, f5 verir. Sonra 14-cü suala baxıram. Fx bərabər x40 funksiyasının hansı münasibət doğrudur? Bu, deməli, cüt funksiyadır. Deməli, bu cüt funksiyadır. F3 F0-dan böyükdür, bu düzdür. Bizdən doğru olmayanı soruşur. F mənfi 2 F mənfi 3-dən düzdür. Mənfi 3-ün üstə 40-dır. Mənfi 2 2-nin üstə 40-dır, bu da doğrudur. F3 F2-dən böyükdür, bu da doğrudur. F2 F4-dən böyükdür, səhvdir. Mənfi 4-ün üstə 40, 10 üstə 4 üstə 40 deməkdir. 2 üstə 40. Bu kiçik olmalı, deməli, səhv olan D variantıdır. 15-ci suala baxıram. X39 bu tək funksiyadır. Yəni, x39-a məsələn x kimi də baxa bilərik. X da 40-a x kvadrat kimi də baxa bilərik.
Məsələn, bu x tək funksiyadır. İndi baxaq. Mənfi 2 1-dən böyükdür, yanlışdır. Mənfinin tək dərəcəsinin qüvvəti mənfi olur. Mənfi ədəddən müsbət ədəddən böyük olmur. Mənfi 3 mənfi 2-dən böyükdür, səhvdir. Mənfi ədədin böyüdükcə, deməli, mənfi 3-ün üstə, məsələn, mənfi x kimi baxsaq, mənfi 3 böyükdür, mənfi 2-dən yanlışdır. Mənfi 2 daha böyükdür. Və deyir ki, f0 f4-dən böyükdür, səhvdir. f4 f0-dan böyük olmalıdır. f5 f-5-dən böyükdür, bu doğrudur. Yəni müsbətin qüvvəti mənfi ədədin tək dərəcəsinin qüvvəti onsuz da mənfi ədəd eləyir. Yəni bura mənfi eləyir. F5 də müsbət ədəd olduğundan əlbəttə ki, müsbət mənfidən böyük olacaq C variantı. 16-cı suala baxıram. Deyir n parametri hansı qiymətli funksiya cüt funksiyadır. Fx bərabərdir 3 minus 2x-in kvadratı çıx 4mx üstəgəl 4-dir. Funksiyası cüt funksiyadır. Cüt funksiya olması üçün birinci bunu sadələşdirək. 9 çıx 12x üstəgəl 4x kvadratı. Çıx 4mx üstəgəl 4-dir. O da bərabərdir 4x-in kvadratı. X-i çıxarsa mötərizə xaricinə olur 12 plus 4-dir. Üstəgəl 9 üstəgəl 4-dir. Bu şəkildə. İndi bizə nə deyir? Deyir hansı cüt funksiyadır? Emin hansı qiymət cüt funksiyadır? Bu hissə cütdür. Bu hissə də cütdür, sabit də cütdür. Deməli bir dənə tək olan bu hissədir. Bu bizdən cüt olmaq istəyirsə, deməli bu isə 0 olmalıdır. 0 olması üçün 12 plus 4 bərabərdir 0-a, n bərabərdir mənfi 3-ə. E bəndi. 17-ci suala baxıram. Funksiya cüt funksiyadır. Yenə sadələşdirirəm. Deməli, fx bərabərdir 4 çıx 4x plus x kvadratı çıx mx üstəgəl 3-ə. Buradan da təzədən x kvadratı, x-i mötərizə xaricdən çıxarsam 4 üstəgəl m, üstəgəl 3m plus 4. Cüt olmağını istəyirsə, yenə bu hissə bizdə cütdür, x kvadratı cütdür və bu tək olan x-dir. Ona görə x-in əmsalının 0-a bərabər edir, m olur mənfi 4. 18-ci suala baxıram. 18-ci sualda da funksiya tək funksiyadır. Baxırıq bu hissəyə. Deməli, bu təkdir, bundan işimiz yoxdur. Bu da təkdir, bununla da işimiz yoxdur. Bizdən tək olduğunu istəyirsə, deməli, cütü 0-a çevirməliyik. Baxın, bu hissə cütdür, bir də bu sərbəst cütdür. Yazıram, modul a-3 bərabər 0 olmalıdır. Bir də a plus 3 bərabər 0 olmalıdır. Buradan a olur mənfi 3. Modula bərabər 3-ə, a da bərabər müsbət mənfi 3-ə. A müsbət mənfi 3-dür. İndi baxaq, deməli, həm müsbət 3-dür, həm də mənfi 3. Buradan baxsaq, biz müsbət 3-ü götürsək, onda tək funksiya da 0-a çevirmiş olur. Ancaq müsbət 3-ü götürmür, yalnız mənfi 3-ü götürəcəyik. B variantı. 18-dən keçirəm 19-a. Deyir ki, bu funksiyası təkdir və 0 müsbət sonsuzluqda artandır. İndi baxaq, tək funksiyadırsa, onda f-x-ə bir dənə x deyirəm. 0 müsbət sonsuzda artan olanda müsbət x olur. Məsələn, desəydik ki, 0 müsbət sonsuzda azalandı, onda mənfi x götürərdik. Burada 0 müsbət sonsuzda artandı deyə müsbət x götürdük. Və bizə deyir ki, f(x) böyük bərabərdir f10. Yəni bu nə deməkdir? F(x)in yerinə nə durub? X böyük bərabərdir. İndi deyir ki, f10-u. F10 tapsam, f10 bərabərdir. X-in yerinə 10 qoyanda eləyir 10. Oldu 10. Deməli, f10-u da yerinə yazdıq 10. Bunun da həlli olacaq 10 müsbət sonsuzluq. Yəni D variantı. 20-ci suala baxıram. 20-ci sualda deyir ki, f(x) funksiyası təkdir və 0 müsbət sonsuzluqda azalandı. 0 müsbət sonsuzluqda azalanırsa, deməli bu mənfi x-dir. Və f(x) kiçik bərabərdir f7-ni tapın deyir. f(x)i bilirik ki, mənfi x-dir. Kiçik bərabər. Deməli f7-ni tapıram. f7-ni tapsam, yəni f(x)da burada x-in yerinə 7 qoysam olur mənfi 7. Mənfi x kiçik bərabərdir mənfi 7-dən. X də böyük bərabərdir 7-dən. Olur deməli 7 müsbət sonsuzluq. Bu da olacaq E bəndi. Gəlirəm 21-ci suala. 21-ci sualda da funksiya deyir cütdür. F(x) funksiyası cütdür. F(x)ə bir dənə deyirəm x kvadratı cüt olduğu üçün. Və deyir 0 müsbət sonsuz aralığında azalandı. Bu aralıqda azalandısa onda olsun mənfi x kvadratı. Deməli 0 müsbət sonsuz azalansa deməli bunun əksi olur mənfi x kvadratı. Və bizə deyir ki f(x) kiçik bərabərdir f6-dan. İndi f(x)i bilirik ki mənfi x kvadratdır. Mənfi x-in kvadratı kiçik bərabərdir. F6-nı tapıram. F6 nəyə bərabərdir? Mənfi 6-nın kvadratı, yəni mənfi 36-ya. Yazıram, kiçikdir mənfi 36-dan. İndi burada hər tərəfi mənfiyə bölsəm, x kvadrat böyükdür 36-dan. X kvadratı çıx 36 böyük bərabər 0-dan. X minus 6, x plus 6 böyük bərabər 0-dan. Mənfi 6 və 6 aralığını qeyd edirik. Buradan müsbət, mənfi, müsbət 0-dan böyük yer olacaq mənfi sonsuzdan mənfi 6-ya. Birləşmə 6-dan müsbət sonsuzluğa. Yəni C variantı.
Keçirəm 22-ci suala. 22-ci sual deyir ki, fx funksiyası cütdür, yəni fx cüt funksiyadır. Baxaq, fx cütdürsə yazıram fx bərabərdir x kvadratı. Və 0 müsbət sonsuzda artan da, x kvadrat oldu. Fx böyükdür f8-dən. F8-i tapım. F8 nəyə bərabərdir? 8-in kvadratı, yəni 64-də. Yerinə yazsaq. İndi fx böyükdür f8-dən, yəni x kvadratı böyükdür 64-dən. Bunda x kvadratı çıx 64, böyükdür 0-dan. Daha doğrusu böyük bərabər x minus 8, x plus 8 böyük bərabər 0-dan. Mənfi 8, 8 aralığı. Bunun da müsbət, mənfi müsbət. 0-dan böyük yer olacaq. Mənfi sonsuzdan mənfi 8-ə birləşmə 8, müsbət sonsuzluq. Yəni E variantı 22-də. Keçirəm 23-cü suala. 23-cü sualda deyir ki, fx funksiyası bütün nədə doxunur. 23-cü sualda. 23-cü sualın şəklin, deməli, grafikini qurdum. F1-də alıb 7 qiymətin, F3-də alıb 4 qiymətin, F5-də alıb 9 qiymətin. Funksiya grafikini qurduq. Deməli, nöqtələr bu şəkildədir. Və bir də biz bilirik ki, tək funksiya olduğuna görə F0-da da qiymət olacaq 0. Buradan da bunu qeyd elədi. Və grafikini də qurduq. Bu şəkildə grafikimiz var. Tək funksiya olduğuna görə onda əgər F1-imiz 7-dirsə, F mənfi 1-imiz olacaq mənfi 7. F3-ümüz 4-dürsə, F mənfi 3-ümüz olacaq mənfi 4. Bunu buradan yazaq. Deməli, F mənfi 1-imiz olacaq mənfi 7. F mənfi 3-ümüz olacaq mənfi 4 və F mənfi 5-imiz olacaq mənfi 9. Tək funksiya olduğuna görə. İndi bizdə mənfi 6 parsiyası deyilinə görə. Deməli, biz bunu mənfi tərəfdən də grafikini qurmalıyıq. X-in mənfi istiqamətindədir. İndi F mənfi 1-də dedik neçə olur? Mənfi 7 olur. 3, 4, 5, 6, 7. Olur 7. Dəqiq olsun deyə dama ilə qururam. F mənfi 3-də olur mənfi 4. Mənfi 3-də olur mənfi 4. 1, 2, 3, 4. Mənfi 4. Sonra və F mənfi 5-də olur mənfi 9. Mənfi 5-də də olur mənfi 9. Bunu da belə quraq. Demək, grafikimiz yenə bu şəkildə gəlir. Birləşdirsək. Deməli, bunun mənfi 6 parsiyasında ümumiləşmiş qrafik bu şəkildədir. İndi bizə nə deyir? Deyir, mənfi 6 parsiyasının minimum qiymətlərinin cəmini tapın. Minimum qiymətlərinə baxaq. İndi bizə minimum qiymət deyir. Qiymət deyəndə biz nəyə baxırıq? Y-in aldığı qiymətlərə baxacaq. Baxaq. Birinci rüb üçün baxıram. Burada minimum qiymət, baxın, bu maksimumdur. Aşağı düşəndə olur minimum, yuxarıya qalxanda olur maksimum. Yazıram maksimum. Burada maksimum və bura olur minimum. İndi burada minimumdur. Yuxarıya qalxanda olub maksimum. Təzədən aşağıya düşəndə olub minimum. Bizə minimum və maksimum qiymətləri cəmini istəyir. İndi minimum qiymət burada mənfi 9-dur, düzdür? Mənfi 9. Sonra minimum qiymət olur mənfi 7. Cəmini istəyir bizdən. Gəlirəm, sonra burada minimum qiymət 4. Üstə gəl 4. Bu da eləyəcək mənfi 12. A variantı. Baxaq. Deməli, baxıram 24-cü suala. D funksiya tək funksiya olarsa P üstə gəl Q üstə gəl P2 hasilini tapın. Birinci bunu vurub açaq. Fx bərabərdir. Px-i 2x-a vuranda 2px kvadratı. Px-i Q-ya vuranda pqx üstə gəl pqx üstə gəl 4px. Və digər tərəfdən 1-i vursam 2x olur 2x üstə gəlsin q üstə gəl 4. O da bərabərdir 2px kvadratı, x-ları çıxarsam pq üstə gəl 4p üstə gəl 2. Üstə gəlinsin q plus 4. Və bizə deyir ki, tək funksiya olarsa, tək funksiyası deməli cüt olanı 0 eləyirik. 2p bərabər 0, p bərabər 0. Bu təkdir onsuz. Bir də bunu cüt eləyirik. Q plus 4 bərabər 0-dır, yəni cüt eləyə 0 eləyirik. Q olur mənfi 4. Bizdən P 0 üstə gəl Q mənfi 4 üstə gəlsin 0 vur mənfi 4. Bu da eləyir elə mənfi 4. Yəni C variantı. 25-ci suala baxıram. 25-ci sualda deyir ki, mənfi 3 parsiyasına təyin olunmuş tək funksiyadır. F2 6-dır.
Yazaq. 25-ci sualda bərabər yazıram. Tək funksiyadır, f2 6-dır. İndi baxaq. 7 vurulsun. Mürtəzəsim 7 vur, f0. Biz demişdik ki, tək funksiyada f0 bərabərdir 0-a. Yazıram. 7 vur 0. Üstə gəl 4. Vurulsun. 5 vur. F2'nin qiyməti 6. Çıxılsın. 4 vur mənfi f2. Tək funksiya deyə bu mənfi keçir qabağa. 4 vur f2 olur. O da bərabərdir. Bu isə 7 vur 0. 0 üstə 4 gəlində 4 vur. Mörtəzəsən 5 6-ya vuranda 30. Üstə gəl 4 vur f2'nin də qiyməti 6. 30 üstə gəl 24 54. Yəni olacaq 54 vur 4. O da eləyir 6 1 216. 216 keçirəm 26-cı suala. 26-cı sualda da fx mənfi 4% təyin olmuş tək funksiyada f3 5-dirsə bu deməli 0 olur tək funksiya olduğuna görə f mənfi 3 mənfi keçsək qabağa yazıram. 4 vur 0 üstə gəl 5 mörtəzədə 3 vur f3 5 f3'ün qiyməti 5-dir çıxılsın. Bu mənfi keçir qabağa üstə gəl 2 f3 üstə gəl 2 f3 yazdım bərabərdir. 5 vurulsun 15 üstə gəl 2 vur f3 f3 də 5 olduğuna görə 10 25'i də 5'ə vuranda olacaq 125. 27-ci suala baxıram. 27-ci sualda funksiya cütdür. Cüt deyirsə deməli tək olan 0 olmalıdır. Yəni a bərabər olmalıdır 3-ə. 27-də də oldu 3. Gəlirəm 28-ci suala. Funksiya tək funksiya. Tək deyirsə deməli bu zamanda yenə cüt olanı 0-a çevirirəm. A olur 4. Yaxşı. 29-cu suala baxıram. 29-cu sualda ki, bütün ədəd toxum təyin olunmuş və əsas dövrü 6 olan. Yəni t'miz bizim 6-dır. Cüt funksiyadır. f2 5-dirsə, cüt funksiya olduğuna görə f2 5-dirsə, onda f mənfi 3 6-dırsa, cüt funksiyaya görə f3 də 6 olacaq. Və yazıram. Cüt funksiya olduğuna görə f mənfi 14 f 14'dür. F mənfi 21 f 21'dir. F mənfi 45 f 45'dir. Üstə gəl f daha doğrusu çıxılsın. F mənfi 50'də f 50'dir. Buradan da dövrünə bölsək 14'ü dövrə böləndə qalır 2. Deməli bu bizim f2'mizdir. Yəni qalıq qalır 2. F 21 də 21'i 6'ya böləndə qalıq qalır 3. Deməli bu bizim f3'ümüzdür. Bölünsün. 45'i 6'ya böləndə qalıq qalır. Deməli qalıq qalır 3. F3'ümüz çıxılsın F2'miz. O da bərabər. F2 də F3'ün də qiymətini bilirik. 5 üstə gəl 6 bölünsün. 6 çıx 5 o deyir 11. 30-cu suala baxıram. 30-cu sualda da yenə eyni qaydada. Əsas dövrü 7 olan, t'miz 7 olan tək funksiyadır. F1'imiz 7'dir. Bu zaman tək funksiya deyir. Bayaq cüt deyir. Tək dediyinə görə f2 də 9'dur. Baxıram. Yazıram f23 üstə gəlsin f15 vurulsun f30. Sadələşdirək yazaq bir dəfəlik. f23 23'i dövrə böləndə, yəni 7'yə böləndə qalıqda 2 qalır. Deməli bu bizim f2'mizdir. Üstə gəl 15'i 7'yə böləndə qalıqda 1 qalır. Bu bizim f1'imizdir. 30'u 7'yə böləndə qalıqda 2 qalır. Bu bizim f2'mizdir. Bölünsün. 58'i 7'yə böləndə qalıqda 2 qalır f2. Tək funksiya olduğuna görə mənfi keçir olur f36. Mənfi keçdi qabağa f36. 36'nı da 7'yə böləndə qalıqda 1 qalır. Deməli bu da bizim f1'imizdir. Bərabərdir. f2 yenə 9. f1 yenə 7 vur. 9 bölünsün. 9 çıx f1'ni yenə 7. 63, 72 böl 2 olacaq 36. 30-cu sualda da oldu cavab 36. Keçirəm baxıram 31-ci suala. K-nın neçə qiymətində bu funksiya artandır. Artandırsa deməli biz bilirik ki x kubu funksiyası artandır. Nə zaman artandır? Müsbət olanda. Yəni 9 minus k kvadratı böyük olsa 0-dan. Aha, buradan da k kvadratı daha doğrusu yazsam. Deməli k kvadratı çıx 9 kiçikdir 0-dan k minus 3 k plus 3
kiçikdir 0-dan. Bunu da 0-dan kiçik olan mənfi 3, 3 aralığıdır. Burada da mənfi 2, mənfi 1, 0, 1, 2, 5 qiymətində. Baxaq. Deməli, buna baxan kimi biz burada görürük kubu funksiyasıdır. X kubu funksiyası. Yenə deyək ki, k-in tam qiymətində funksiya artandır. Dedik, artan olması üçün x kubun əmsalı müsbət olmalıdır. Yenə 16 minus k kvadratı böyükdür 0 olmalıdır. K kvadratı çıx 16 kiçikdir 0 olmalıdır. Buradan yenə k minus 4, k plus 4 kiçikdir 0-dan və mənfi 4, 4 aralığı. Burada da olacaq 7 dənə qiymət. 33-cü suala baxıram. Deyir ki, 33-də fx cüt funksiyadır, gx isə tək funksiyadır və bu ifadə verici f-a-nı soruşur bizdən. F-a deməli, fx cüt funksiyadır. Fx haradakı f var, onlar cütdür, g olanlar təkdir. İndi baxaq, f-a üstəgəl f mənfi b. Biz bilirik ki, cüt olduğuna görə mənfini odur. Olur fb. Üstəgəl g-a bərabərdir 12-yə. Sonra yazıram, yenə f cütü deyə f-a çıx fb, çıx fb. J təkdir. Tək olduğuna görə mənfini atır qarşıya. J-a bərabərdir 8-ə. Bunları alt-alta mən toplasam, olur 2 dənə f-a, fb-lər gedir, j-alar gedir, bərabərdir 20-yə. Buradan çıxır ki, f-a bərabərdir 10-a. F-a oldu 10. 34-də baxıram. 34-də. 34-də yenə fx cüt, gx təkdir. Cütdür deyə f-a üstə gəlir. Yəni, harada f var cütdür. Üstə gəlir fb mənfini oldu. Çıx g-a bərabərdir 5-ə. Və yenə f-a mənfini odur cütdür. Çıx fb. G yenə tək funksiya deyə mənfini atır qarşıya. Qarşıda da mənfi var deyə olacaq müsbət g-a. Bərabərdir 9-a. Bunları yenə alt-alta toplasam. 2f-a bunlar islah olundu. Qaldı 9-da 5, 14. F-a da olur 7. F-a da oldu 7. 35-ci suala baxıram. 35-də də nə deyir? Fx bütün ədəd oxuna təyin olmuş dövrü 3-ə bərabər olan funksiyadır. Yəni, t-miz 3-dür. Və f1-də 4. f1-də 4. 6f7, 6f7 çıx 5f mənfi 2-ni tap deyir. Deməli, indi baxıram. Burada nə yazdıq? F mənfi 2-ni. Və fx deməli necə funksiyadır? Təyin olunmuş 3-ə bərabər olan funksiya. İndi yazıram. 6 f7. F7-də dövrünə baxsaq, 7-ni 3-ə böləndə dövr qalıqda 1 qalır. Deməli, bu f1-dir. Mənfi 5 f mənfi 2 bərabərdir. Yazıram. 6 vur f1-in yerinə 4 çıxılsın 5 vur. İndi f mənfi 2-yə baxaq. F mənfi 2-də burada tək cüt olduğunu demir bizə. Ona görə biz burada nə edirik? Biz bilirik ki, dövrü biz rahat olsun deyə bölüb qalığı götürürük. Əslində ya artırmalıyıq eyni qədər, yəni 3% ya da 3% azaltmalıyıq. İndi mənfi 2 üstə 3 gələndə deməli f1-ə bərabərdir. Yəni f mənfi 2 həm də bərabərdir f1-ə. Məsəl üçün üstü 3 gələndə f4-ə, üstü 3 gələndə f5-ə. Daha doğrusu f7-yə. Buradan da f1 olsa 4'dür. Olur 6 vur 4 çıx 5 vur 4. Bu da eləyir 4. Baxıram 36-cı suala. 36-da. Fx demə 36-da yazıram. Dövrü 3-ə bərabərdir. T'miz 3-də yenə. F1 7-dir. F1 də bərabərdir 7-yə. 4 F10 çıxılsın 3f mənfi 5. Buradan yazın. F10'u bilirik ki, dövr 3-dürsə, 13-ə böləndə qalıqda 1 qalır. Bu 4f1-dir. Çıxılsın 3. F mənfi olduğuna görə dövrü artıraq. Mənfi 5-ci 3 gələndə f3, f mənfi 2. Üstə bir dənə 3 gələndə olur f1. Deməli, f mənfi 5, f1-dir. Buradan 4 vur 7, çıx 3 vur 7. Bu da yenə eləyir 7. 37-ci suala baxıram. 37-ci sualda k-nın neçə natura qiymətində funksiya azalan funksiyadır. Biz bilirik ki, bu kök funksiyasıdır. Qarşıda müsbət olanda artan olur, mənfi olanda olur azalan. Deməli, bunun azalan olması üçün k kvadratı çıx 25 kiçik olmalıdır 0-dan. Və buradan da k çıx 5,
k plus 5 kiçikdir 0-dan olur mənfi 5, 5 aralığı. Digər tərəfdən baxırıq ki, k həm də kökün altında var. Baxın, k kökün altında var. Buradan da k-nı nəzərə alsaq, yəni k böyük olmalıdır 0-dan. K böyük 0-dan onda olur 0-5 aralığı. Buradakı qiymətlər də olacaq 1, 2, 3, 4. Baxıram 38-ə. 38-də yenə kök altı funksiyadır. Azalandı deyə yenə mənfi olmalıdır. K kvadratı çıx 36 kiçik olmalı 0-dan. Deməli, bunu da eləsək k çıx 6, k plus 6 kiçikdir 0-dan. Olur mənfi 6, 6 aralığı. Və yenə kökün altına baxsaq k var. Deməli, kökün altına k 0-dan böyük olmalıdır. Yəni, mənfi 6, 6 aralığı və bir də 0-dan müsbət sonsuzluğa. Yəni, bu da 0 müsbət sonsuzluq deməlidir. Bunların kəsişdiyi nöqtə, yəni xətlərin qoşa getdiyi yer 0-6 aralığıdır. Burada da ki, k-nın neçə qiyməti olsa 5-dən natural qiyməti olacaq. Keçirəm 39-cu suala. 39-da deyir ki, əsas dövrü 7 olan, yəni t bərabərli 7 olan y bərabərli fx funksiyası bütün ədalı təyin olmuş tək funksiyadır. Aha, tək funksiya olduğunu deyir, yazıram. 2f11 çıxılsın f14 bölünsün. F mənfi 4-ün yerinə yazır. Mənfi f4 çünki tək funksiya deyir. Üstəgəl 5 bərabər. Yəni tək funksiya olanda mənfini bu şəkildə qarşıya çıxardırıq dövrü verəndə. Əgər dövrü verib tək cüz olduğunu demirsə, onda dövrü üstünə gəlirik, artırırıq. Mənfini yəni müsbətə gətiririk. Burada bizə nə verib? F11 verib. F11, 11-i 7-yə böləndə 11-i 7-yə böləndə qalıqda düşür 4. Deməli, bu 2f4 çıxılsın. 14-ü 7-yə böləndə qalıqda düşür 0. Deməli, bu bizim f0-ımızdır. Bölünsün. Mənfi f4. F4 qalsın. Üstəgəl 5. Bərabərdir. 2f4-ü bilmirəm onsuz da. Bir dənə onu bilirəm ki, tək funksiyada nədir? f0 0-dır. Sıx 0 böl mənfi f14 üstəgəl 5. 2f14, daha doğrusu f14 nədir? F4. 2f4-ü f4-ə böləndə, mənfi f4-ə böləndə eləyir mənfi 2 üstəgəl 5. Bir dəqiqə. Səliqəli yazaq. Üstəgəl 5 idi. O da 2f4-ü mənfi f4-ə böləndə mənfi 2 üstəgəl 5 gəlir 3. Keçirəm 40-cı suala. 40-da yenə bizə deyir ki, bütün ədəlatını təyin olmuş və əsası dövr 9 olan tək funksiyadır. Deməli, dövrümüz 9-dur və təkdir. F14. F14-ü 9-a bölsək, qalır 2f5. F18-i 9-a böləndə qalır f0. Tək olduğuna görə mənfi 0 qarşı olur f5, üstəgəl 8. O da bərabərdir. F5-dən bu 0-a bərabərdir tək olduğuna görə. Sürətli olur 2f5 bölünsün mənfi f5 üstəgəl 8. Bunlar ixtisar gedir. Mənfi 3, 8, 6. 41-ci sualdayıq. 41-ci sualda da deyir ki, fx tək funksiyadır. Olarsa j2-ni hesablayın. Demək, tək funksiyadırsa f mənfi 2 olur mənfi f2 bərabər 4. Buradan da f2 bərabər olur mənfi 4-ə. Deməli, mənfisini qarşıya çıxartdıq. Mənfi f2 bərabər 4-ə. f2 də olur onda mənfi 4. Gətirək yerinə yazaq. j2-ni hesablayın deyirsə yazıram. j2 bərabərdir. 3 vur 2-nin kubu üstəgəl 2. J2-ni hesablayanda baxırıq. Harada x-lar var, yerinə 2 yazıram. 2 f2. O da bərabərdir. 3 vurulsun 2-nin kubu 8. Üstəgəl 2 vur f2-nin də qiymətini biz mənfi 4 tapdıq. 24 çıx 8 olur 16. Baxaq 42-ci suala. 42-ci sualda bir-bir qiymətləri yerinə qoyaq, görə nə baş verəcək. Birinci üçün yazıram. Deyir, A mənfici olduqda baxaq. A mənfi üstə gətirib mənfici yerinə qoysaq, mənfi üçün kvadrat 9 çıx 9 0 vur x-in kvadratı. Üstə gəl, A-nın yerinə mənfi 3 qoysam 9 mənfi 6 3 mənfi 5x üstə gələnsə mənfi 3 qoyanda 1. Deməli, bu oldu mənfi 5x plus 1.
Deməli, bu necə funksiyadır? Nə təkli, nə cütdür? Azalan funksiyadır. Baxın, mənfi olduğuna görə azalan. Deməli, 1-ə uyğun gəlir D hələ ki. Bu getdi, bu getdi, bu getdi. X bərabər 0 düz xətti qrafikin simmetri oxudu səhvdə. Deməli, 1-ə uyğun gəldi D hələ ki. Baxın ikinciyə. İkincidə A-nın yerinə -4 qoyuram. -4 qoysam 16 çıx 9 7x kvadratı üstə gəlsin. A-nın yerinə 4 qoysaq, -4 qoysaq 16 çıx 8 8 -8 üstə gəl 0 vur x olur. Və A-nın yerinə -4 qoyanda burada 0 olur. Bu deyilir 7x kvadratı və 7x kvadratı olduğuna görə bu avtomatik olaraq cüt funksiyadır. Deməli 1, 2, 3 burada yazaq. 1, 2, 3. 1-ə uyğun gəlmişdi D. 2-yə uyğun gəldi. Cüt funksiya olduğuna görə A. 2-yə A uyğun gəldi. Və x bərabər də 0 düz xətti. Qrafikin simmetri oxudu. X kvadratı. Bu qalsın. Bunu baxarıq. Deməli x. Bunu çəkim göstərim. Bir dəqiqə. Deməli, x kvadratı bu şəkildədir. Koordinat başlanğıcından keçir. X kvadratı, 7x kvadratı. İndi x bərabər 0 nöqtəsi də bu nöqtədir. Bu nöqtədən keçən düz xətt də y oxudu. Yəni, y oxuda bunun simmetri oxudu düzdür. Bu ödəyir. Deməli, y ödəyir. 2 həm də y uyğun gəldi. 3-ə baxaq. A 3 olduqda, baxaq görə A-ya. Bunu 3 yazsaq yerinə. Demək, olacaq 0 vur x-in kvadratı bərabər yazıram. 3 qoysaq 9 üstə gəl 6, 15 üstə gəl 7x 7x üstə gəl 7. Bu deyir 7x plus 7. Baxsaq nə təkli, nə cütdür? Deməli, artan funksiyadır, düzdür, artandır. Əmsal müsbətliyə artandır. 3-ə də uyğun gəldi B. Deməli, 1-ə D, 2-yə A-yə, 3-ə də B uyğun gəldi. Keçirəm 43-cü suala. 43-də deyir ki, 43-də təpə nöqtəsi. Bunun təpə nöqtəsinə baxan kimi nə görürük? -3, -2 nöqtəsi. Deməli, təpə nöqtəsi buradan yenə yazaq 1, 2, 3. Təpə nöqtəsi -3, -2-dir. 1-ə A uyğun gəlir. Aha, 3 müsbət sonsuzda artır. Səhvdir, 3 müsbət azalır. Səhv təpə nöqtəsi səhvdir. O y oxunu 0, -7 nöqtəsini kəsir. Səhvdir bu da. Deməli, keçək ikinciyə. O y oxunu kəsdiyi nöqtəni tapmaq üçün, məsələn, buradan daha aydın gedək tələsmədən A getdi, D getdi, düzdür. Artıb azalmasına baxmaq üçün biz M nöqtəsinə baxırıq. Burada da M nöqtəsi -3-dür. Burada müsbət üstdən söhbət gedir. Ona görə bu ola bilməz. Qalır Y bəndi. Y bəndini araşdırmaq üçün 0, -7 nöqtəsini kəsir. O y oxunu. O y oxunu kəsdiyi nöqtəni tapmaq üçün x-i 0-a çevirməliyik. X üstə gəl 3-ün kvadratı çıx 2. Burada x-in yerinə 0 qoyacağam. 0 üstə gəl 3-ün kvadratı çıx 2. Bu edir 7. Deməli, o y oxunu 0, 7 nöqtəsində kəsir. -7 yox. Deməli, bu bənddə uymur. 1-ə təkcə A bəndi getdi. Deməli, A bəndini sildim. Keçirim ikinci suala. İkinci sualda deyir ki, y bərabərdir x minus 3-ün kvadratı minus 2. Bunun da təpə nöqtəsi, deməli, 3, təpə nöqtəsinin koordinatları 3 ilə -2-dir. 3 ilə -2. 3 -2 olan D variantıdır. Sonra, indi keçirəm B variantını araşdırmağa. Deyir, 3 müsbət sonsuzda artır. İndi baxaq. Bunun demək M nöqtəsinə baxırıq. Bu, bunun M-dir. Yəni, təpə nöqtənin M-i, N-də -2-dir. Artırma azalma aralığına baxmaq üçün biz baxırıq bunun M-inə. M-nə baxsaq, M-i 3-dür. İndi baxa görə 3-dən artır, yoxsa azalır. Baxırsınız x kvadratına. X kvadratının əmsalı müsbətsə, deməli, bu artandır. Düzdür? Yəni, mənfi sonsuzdan, daha doğrusu 3-dən müsbət sonsuzla nə edir? Artır. Artır. Bu şəkildə. Yəni, qrafik bu şəkildədir. Bir dənə də qrup göstərək. M-i 3-dür, N-i -2-dir. Bu nöqtədən qrafik bu şəkildədir. Deməli, bu 3-dən müsbət sonsuzluğa, bir dəqiqə qrafiki çox pis qurdum. Aha. İndi baxın, bu 3 nöqtəsindən bu yuxarıya doğru getdikcə artır. Ona görə 3 müsbət sonsuzluqda artır. B variantı, həm də buna B uyğun gəlir.
Keçirəm üçüncüyə. Üçüncüdə də deyir ki, y bərabərdir mənfi x minus 3-ün kvadratı plus 2. Yenə təpə nöqtəsinin koordinatı 3, 2-dir. 3, 2 yoxdur, belə bir variant. Təpə nöqtəsinin m-i 3-dür. 3 müsbət sonsuz aralığında azalacaq, düzdür. Çünki qarşıda mənfi var, ona görə 3 müsbət sonsuzluqda bu nə edəcək? Azalacaq. C uyğun gəlir. Bu da belə. Bir də baxaq görək. Y-ni araşdırmadım bayaqkində. Bunu da araşdırıq görək buna uyğun gəlir. O y oxuna 0 mənfi 7 nöqtəsini kəsir. X-i 0-a çevirsəm, mənfi 0,3-ün kvadratı üstəgəl 2, mənfi 9 plus 2 olacaq mənfi 7. Deməli 0 mənfi 7 nöqtəsində kəsdi. O y oxuna buna həm də y uyğun gəlir. Bu şəkildə. Baxaq 44-cü suala. 44-də də nə deyir? Funksiyasına uyğunluğu müəyyən edin. Bu əslində 42 ilə eynidir. Ona görə bunu araşdırmıram. 45-ə baxaq. 2 müsbət sonsuzdan artandır, azalandır. Nəsə artma azalma aralıqları var. Ona görə nə edək? Bunların hamısının m-ini tapaq. Yəni təpə nöqtəsinin m-ini. Birinci üçün yazıram. F(x) bərabərdir 2x kvadratı çıx 8x plus 1. Bunun m-ini tapsam, deməli, m-ini tapsam, m bərabərdir mənfi b böl 2 a düsturundan. Mənfi b-miz mənfi 8 böl 2 vur 2. O deyir müsbət 2. Deməli, m-ini tapdıq 2. İndi baxıram x kvadratın əmsalı müsbət. Müsbətsə deməli, bu 2 müsbət sonsuzluğu aralığında artan olacaq. Artan. Aha. 1-ə uyğun gəlir A. 1-ə uyğun gəldi A. Keçək sonra. Deyir ki, onda 2 müsbət sonsuzdan artandırsa, mənfi sonsuzdan 2-yə qədər də olacaq azalan. Azalan. Onda bu da olur C. 2AC. Daha doğrusu 1'ə A və C. Keçirəm ikinciyə. Yəni artma azalma aralığı deyirsə, ən rahatı m-i tapmaqdır. İkincidə m-i tapıram. M bərabərdir yenə mənfi b böl 2a mənfi b-imizin yerində 5 böl 2 vur mənfi 1. Bu deyilir 2/5. 2/5'dir, amma burada x kvadratın əmsalı mənfidir. Bir əksi olacaq. 2/5 müsbətdə artmırdı. Bu zaman 2/5'dən müsbət sonsuzluğa olacaq azalan, mənfi sonsuzluqdan 2/5'ə olacaq artan. Elə bir əksi olacaq. Deməli, 2'yə uyğun gəldi Y. 2'yə uyğun gəldi Y. Sonra baxıram 3-cü suala. 3-cü sualda da f(x) bərabərdir x kvadratı çıx 3. Yaxşı, 3. 3'ə baxıram. Buradan m-i tapsam, m bərabərdir mənfi b böl 2a-ya. O da mənfi. B-imizin yerində 0 durur. 2 vur 1, bu deyir 0. M 0'dırsa, deməli m nəyi göstərir bizdə? M x oxu üzərində olan nöqtəni göstərir. M 0'dırsa, deməli bu x oxunu kəsmir. Yəni olacaq D variantı. Bu da belə. Bu şəkildə oldu. 45'də də olacaq D. 46'nı da özünüz araşdırarsınız eyni bu qayda ilə. Keçirəm 47'yə. 47'yə baxırıq. Uyğunluğu müəyyən edindir. Deməli, 47'yə baxıram. 47 deyir ki, birinci buna baxırıq. Bu hardan keçir? Koordinat başlanğıcından. Koordinat başlanğıcından keçir. İlk bərabərdə ax kvadratın qrafikidir. Ax kvadratın qrafiki. Bu da cüt funksiyadır. Deməli, 1'ə uyğun gələcək C. Cüt funksiyadır. Və ilk bərabərdə x kvadrat şəklindədir və B uyğun gəlir. Çünki burada ax, mən ümumi şəkildə yazdım ax kvadratı. Məsələn, burada baxın. X-in bir qiymətini y 1'dir. Onda deməli A-nın yerində 1 durur ki, X-in bir qiymətini y 1'dir. X-in 2 qiymətində, burada fikir versək, X-in 2 qiymətini y 4'dür. Onda bu qrafik elə ümumi şəkildə, deməli, y bərabərdir x kvadratı şəklindədir. Y bərabərdir x kvadrat şəklindədir və cüt funksiyanın qrafiki ola bilər. Bu düz. İndi keçim ikinciyə. İkinciyə baxanda bu hansı funksiyanın qrafikidir? X kubunun.
Y bərabərdir. Ümumi şəkildə yazaq birinci. Y bərabərdir AX kubunun. İndi baxaq qiymətlərinə əsasən. X 1 olanda Y 1 olub. X 2 olanda 8 olub. Deməli bu elə X kubu şəklindədir. Yəni A verdi burada. Və X kubu da necədir? Tək funksiyadır. Olacaq A. Deməli tək funksiyadırsa 2-yə də olacaq A və Y. Keçirəm üçüncüyə. Üçüncüyə baxsaq, həm modul hissəsi var, həm də kvadratikin. Deməli burada nə cüt, nə də tək olacaq. Yəni bu bir funksiyanın qrafiki deyil, nə tək, nə cüt. Üstə də uyğun gələcək D bəndi. Araşdıraq 48-ci sualı. Birinci baxıram. Deməli, birinci bizə həm Y bərabərdir K bölü X-i xatırladır. Onda X-in bir qiymətini Y 1-dirsə, onda bu 1 bölü X-dir. Çünki X-a 1 verəndə Y 1 olursa, deməli, bu 1 bölü X-in qrafiki ola bilər. Y bəndi, 1-ə uyğun gələr Y. Sonra bir də tək funksiyanın qrafiki ola bilər. Niyə tək funksiyanın qrafiki ola bilər? Baxın, X-in 1 verəndə Y də müsbət. Yəni, X-a müsbət verəndə Y də müsbətdir. X-a mənfi verəndə Y də mənfidir. Deməli, bu həm də tək funksiyanın qrafiki ola bilər. C bəndi. İkinciyə baxıram. İkincidə buna baxan ki modul X-in qrafikidir. Yəni Y bərabərdir modul X-dir. Yəni çünki 1 verəndə 1-dir, mənfi 1 verəndə yenə 1-dir. Modul X-dir. Yəni cüt funksiyadır. D variantı. D variantı həm də A bəndi. Üçüncüyə baxırıq. Üçüncüdə yenə bu yəni hər hansı bir funksiyanın qrafiki deyil. Yəni nə tək, nə cütdür. Olacaq B bəndi. Keçirəm 49-cu sualı. 49-u araşdıraq. Baxaq, birinci üçün yazıram. Y bərabərdir X kvadratı. 1-ə baxaq. Artan funksiyadır, səhvdir. Həm artır, həm azalır X kvadrat funksiyası. F(x) funksiyasının qrafiki 1-0 nöqtəsindən keçir. Yanlışdır. X-a 1 verəndə Y də 1 olur burada. C bəndə f(x) azalan funksiyadır. Yenə yanlışdır. Həm artır, həm azalır. D bəndində ki, f(x) funksiyanın qrafiki oradan oxunan nəzərən simmetrikdir. Bu düzdür. Çünki oradan oxunan nəzərən x kvadrat funksiyanın qrafiki bu şəkildədir. Və bu funksiyanın qrafiki y oxunan nəzərən simmetrikdir. Bu düzdür. Deməli, 1-ə uyğun gəldi D. f(x) funksiyasının qrafiki 0-2 nöqtəsindən keçir. X-a 0 verəndə Y də 0 olur. Yəni 2 olmur. Bu da səhvdir. Keçirəm ikinciyə. İkincidə yazmışıq ki, Y bərabərdir mənfi 2 X minus 1. Bu baxan kimi deməli, artan funksiya səhvdir. Azalan qrafiki 1-0 nöqtəsindən keçir. X-a 1 versək, yəni 1 çıx 1 olur 0. Demək, X-in bir qiymətini Y 0-dır. Bu düz gəlir. 2-yə uyğun gəldi B. 2-yə uyğun gəldi B. Sonra baxıram, azalan funksiyadır. Bu da düzdür. Qarşıda mənfi var deyə azalandı. Deməli, C də düz gəldi. Oradan oxunan nəzərən simmetrik səhvdir. Qrafiki 0-2 nöqtəsindən keçir səhvdir. 0-ı qoyanda köşün altı mənfi 1 olur, o da ödəmir. Keçirəm üçüncüyə. Y bərabərdir X kubu. X kubu bilirik ki, bütün ədəd oxunda artandır. Yəni bu A uyğun olacaq. Sonra 1-0 nöqtəsindən keçir səhvdir. X-a 1 verəndə Y də 1 olur. Azalan da səhvdir. Qrafiki oradan oxunan nəzərən simmetrik səhvdir. Bunun qrafiki koordinat başlanğıcına nəzərən simmetrikdir. Və f(x) funksiyasının qrafiki 0-2 nöqtəsindən keçir. X-a 0 verəndə Y də 0 olur. Bu da yanlışdır. 50-ci sual və sonuncu sual. 50-ci sualda da f(x) və j(x) deməli, f(x) və j(x) cüt, p(x) və q(x) tək funksiyalardır. Yazıram. f(x) cütdürsə, f5 olur 3. J7 olur 8. Yəni cüt olduğuna görə. P4 olur 3. Burada baxırıq P yaxşı, heç mənfi yazmamaq qalsın. Q2 də mənfi Q2 də olur, mənfi 3 tək olduğuna görə. Onda Q2 olur 3. Yəni buradakı 2 qarşıya keçir. Əgər bu mənficə bərabərsə, mənfi bərabər Q2 də olur 3. Yazaq indi. Gətirək hamısı yerinə qoyaq. Bərabər yazıram. F5 yəni 3 vur J7 yəni 8. Üstə gəlsin
P -4. P tək funksiyadır. Mənfisinin altı qabaq olur P4. Bölünsün Q2. Q2-ni də 3 tapmışıq. O da bərabərdir. 24 çıx P4-ümüz 3 bölü 3 olacaq 7.